Herkese salamlar. Bu kongres təşkil etdiyi üçün başta Nazim müəllim olmaqla digər bu iştirak olan yoldaşlara öz təşəkkürümü bildirirəm və Türkiyədən gələn qocalarımıza dərin təşəkkürümü bildirirəm ki, bizim bu konferansı daha elmi, praktik cəhətdən mənalı etdilər, gözəl vaxtlarını bizə sərf etdikləri üçün çox təşəkkürümü bildirirəm. Bugünkü mövzumuz ətli, qalın dərili və qırda stretizəyi olan burunlardır. Pasiyentin istəyinə uyğun görünüş vermək üçün rinoplastika zamanı həm qırdaqda, həm də sümükləri reduksiya və augmentasiya işləmləri icra olunur. Bu müdaxilələr burun dərisinin və ətrafdakı toxumaların şişməsinə səbəb olur. Buna görə pasiyentlə görüşdə bunu qeyd etmək və müzakirə etmək vacibdir. Əgər intraoperativ qırdaq azlığı olarsa, qavrğa, qulaq qırdaqlarına və alloqraflərdən istifadə edilməsinə razılaşdırılması vacibdir. Avantajları: qalın, lakin elastik çox itirilməyən bir dəri örtüyü varsa, aparılan rinoplasikadan sonra dəri altındakı sümük və qırdaq nahiyədə olan qüsurlar görünməyə bilər. Əməliyyat zamanı dəri altındakı qırdaq və sümük qüsurları formalaşdırılmasına az işləmlər icra oluna bilər. Çünki daha çox skelet toxumanın augmentasiyasına və dərinin incədilməsinə işləmlər aparır. Daha əvvəl qeyd etdiyimiz kimi bir problem rinoplastika keçirilmiş qalın dərili xəstələrin, xüsusən də təkrarlanan rinoplasikadan sonra ödəmin bərpası və yox olması üçün daha uzun müddət tələb oluna bilər. Rinoplasikadan sonra qalın dərisi olan xəstələrin əksəriyyətində şişlik ən azı 2 ilə yaxın davam edə bilər. Bəzilərində isə şişliyini azaltmaq üçün steroid inyeksiyalarına ehtiyac ola bilər. Bu deməkdir ki, onlar ən azı 1 il yarımdan çox rinoplasikadan sonra olan dəyişikliklərdən məmnun ola bilməyəcək.